Biz davam edirik, hörmətli telesəyər tamaşaçıları və gördüyünüz kimi studiyada təkəm. Amma sizə deyim, necə rahatdır, genişdir. Təbii ki, bu bir zarafatdır. Mən böyük məmnuniyyətlə istəyərdim ki, hava haqqında məlumata keçək. Bilirik ki, bazar ertəsidir. Hər kəs düşünür ki, görəsən növbəti günlərdə bizi hava hansı şəraitdə və hansı sürprizlərlə ümumiyyətlə qarşılayacaq. Və bununla bağlı mən düşünürəm, bu dəfə biz elə canlı bağlantını bizim əziz və dəyərli həmkarımızla bərabər edək. Təranə indi açıq havadadır, gözəl bir mənzərədən bizi salamlayacaq və biz onu eşidəcək və o hava haqqında məlumatı bizə çatdıracaq. Sabahın xeyir olsun Təranə, xoş eşitdik səni birdə, necəsən? Bəli, mənim əziz həmkarım, hazırda Bakının ən gözəl mənzərəsindən bütün tamaşaçılarımızı bir daha salamlayıram. Bura gəldim ki, hava haqqında məlumatı tamaşaçılarımıza çatdırım. Sinoptiklərin məlumatına görə bugün sabah və 18 fevralda Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı və əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi arabir güclənəcək, havanın temperaturu 15-20 dərəcə olacaq. Bölgələrimizə nəzər yetirsək, hava yenə də yağmursuz keçəcək. Bəzi dağlıq və dağətəyi rayonlarda duman olacağı gözlənilir. Ona görə də elə yollarda diqqətli olmaq tövsiyə olunur. Havanın temperaturuna gəldikdə isə gündüz 15-20 dərəcə isti olacaq və dağlıq və dağətəyi rayonlarda isə hava 13-18 dərəcə olacaq. Fevral ayıdır və hava dəyişkən keçir. Hətta yazı da xatırladır, amma havaya aldanmamaq lazımdır. Evdən çıxarkən əlinizi qalın edin. Mənim əziz həmkarım, sənsə mənim çayımı hazırla. Mən studiyamıza geri dönürəm. Hava biraz dəyişib Təranə. Gəl, mən sənə isti bir çay süzəcəm. Söz verirəm. Biz isə efirimizi davam edirik.